Döyüş zamanı əsgərin həm diqqətini döyüşə cəlb etməsi, həm də ayağının altını yoxlaması çox çətin olduğundan biz mina detektorunu ayaqqabının alt hissəsinə yerləşdirmişik. Əsgər döyüş zamanı ayağını atmamışdan müəyyən məsafə hündürlüyündə metal minanı müəyyən edir. Yəni istəkdən asılı olaraq səslə, titrəşimlə və yaxud işıqla da müəyyən edə bilir. Lənkəranlı məktəblilərin hazırladığı ağıllı çəkmələr maraq doğuran layihələrdən birinə çevrilib. Lənkəran rayonu Boladi kəndi Nahir Axundov adına 1 nömrəli tam orta məktəbin şagirdləri əskəri xəbərdarlıq etməklə minadan qoruyan ağıllı ayaqqabılar adlı layihə hazırlayıblar. Layihənin əsas məqsədi mina təhlükəsi olan ərazilərdə hərəkət edən hərbçilərin və mina axtaranların təhlükəsizliyini artırmaqdır. Şagirdlərin hazırladığı sistem ayaqqabının alt hissəsində yerləşdirilən xüsusi mina detektoru prototipi üzərində qurulub. Sistem torpağa tam təmas baş verməzdən əvvəl metal mina ehtimalını müəyyən edir.